Mesela bugün İlham Əliyev 1 milyard pul oğurlayıb ölkədən çıxardırsa, onun uzaq başı deyək ki, əgər bu o pulun yığılmasında falandansa iştirak edibsə, uzaq başı bundan 3%, 5% pul ala bilər. Amma gəlin baxaq, 1 milyonun 1%-i nə qədər eləyir? 10 min. 10 min manat eləyir dostlar. Yəni adicə faizlə götürəndə bəli Adnan Əhmədzadənin varı dövləti başından aşmalıdır və o da belə, yəni o belə həyat keçirməsi, məsələn o internetdə deyək ki, sosial şəbəkələrdə onun yoldaşının və özünün paylaşdığı şeylər, bunlar adi bir, yəni biznesmen üçün, bizneslə məşğul olan adam üçün adi bir şeydir. Yəni onun elə bir deyək ki, şeyi yoxdur. Şu insan pul kazanır, bizneslə məşğul olur, onun da faizini kazanır, indi bu yoldaşından istədiyi şəkildə onu xərcləyir və əgər bu halal olsaydı, məsələn deyək ki, Avropada, Amerikada ki olsaydı, təbii məsələdir ki, heç kim Adnan Əhmədzadəyə bir söz deyə bilməzdi. Yəni bilirdi ki, bu qanunlarla, məsələn deyək ki, Avropanın və yaxud da Amerikanın qanunlarıyla qazanıb o pulu. Ona görə də ona heç bir söz deyə bilməzdi. Amma bu Azərbaycandadır. Təbii məsələdir ki, Azərbaycanda da Adnan Əhmədzadə bu pulu, bu sərvəti ancaq uğurla qazana bilər. Yəni Azərbaycan xalqının cibinə girməklə, o da öz başınadır mı Adnan Əhmədzadə gəlsin Azərbaycan xalqının cibinə girsin? Təbii məsələdir, bu İlham Əliyev bu pulu uğurlayıb verir buna. Deyək ki, nefti. Bu da orada satır, oradan gələn gəlir, deyək ki, yazır İlham Əliyevin ayağına və oradan gələn faizlə öz hesabını götürür və yaşayır. İndi baxın, görün İlham Əliyev hansı cinayəti eləyib ki, beynəlxalq səviyyədə İlham Əliyev. Yəqin ki, bu Putinlə bağlı olan məsələdir. Buna deyib ki, sən də bu nefti bunun gözünə qat, sat Avropalılara və yaxud da nəysə. Mən indi o şeylərlə dəqiq bilmirəm, orada məsələ nə yerdədir. İndi təqdim olunan şeylər tamam versiyalardır. Bunlar boş şeylərdir. Ona görə ki, o neftin əvvəlində də ki, Bakı, Tbilisi, Ceyhanın, onun əvvəlində də, ortasında da, axırında da orada öz başına deyir, Adnan ki, gəlsin öyle istədiyi şey əlavə eləsin.